Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Kısa olarak boşanmağın səbəblərinin en önemlilerine toxunmaq istəyirəm. Yaşadığımız dönemde Subhanallah çok narahat edici seviyede, insanı incitici seviyede, yani Müslüman kesimlerini boşanmanın sayı çoxalıb. Baxsaq görərik ki, çox səbəbi var boşanmanın. En başta sevginin olmaması. Boşanmanın səbəblərindən biri, en temellerinden olan sevginin ve birbirlerine karşı olan hürmetin olmaması er-arvad arasında. Səbəblərdən həmçinin xəyanətin olması və bu en başta gelen səbəblərdəndir. Ya qadının xəyanət eləməsi ərinə, ya kişinin xəyanət eləməsi boşanmanın en məşhur səbəblərindəndir bu əsrdə. Həmçinin boşanmanın səbəblərindən narkotik vasitələrindən istifadənin olunması, içkidir, başka uyuşturucu maddelerdir. Həmçinin boşanmanın temel səbəblərindən biri er-arvad arasında olan münaqişələrə ailələrin müdaxilə etməsi, ailələrin de işin içine girmesi, adeten islahla değil, ifsadla bu işler tamamlanır. Birləşdirmək deyil, parçalamaqla, ailəni dağıtmaqla bitir. Çox zamanda belədir. Həmçinin boşanmanın məşhur səbəblərindən biri kişinin xəsisliyi. Yani ailəsinə, uşağına ehtiyaclarını, ailəsinin, uşaqlarının ehtiyaclarını görməməsi. Və eyni zamanda boşanmanın səbəblərindən xüsusən də kişinin ailəsinə vaxt ayırmaması, övladlarına vaxt ayırmaması, onların dərdini dinləməməsi, onların sıxıntılarına ortaq olmaması və yaxud onları götürüb bir yerdə onlarla müvəqqəti də olsa bir vaxt keçirməməsi, daima ihmal eləməsi. Yani elə bir ki, dostuna vaxt tapır, qonşusuna vaxt tapır, sınıf yoldaşına vaxt tapır, qardaş, hamıya vaxt tapır, ailəsinə gələndə ən axırıncı siyahıya atır və ondan sonra da ona da vaxt olmur. Belə eləməməlidirlər. Bu boşanmanın en temel səbəblərindəndir. Ondan sonra səbəblərdən er-arvadın bir-birindən bezməsi, yani rutin olarak her gün eyni şeyde devam etmələri, her gün eyni şey, yenilik yoxdur. Evlilik 2 gün, 3 günlük değil ki, bu bir ömürdür. Ona göre devamlı şekilde er-arvad birbirlerine karşı sürprizler etmeye çalışmalıdırlar. Mesela davranıştı, geyinişti, evde olan yemek pişirmekti, düşürmekti. Yani birbirinin könlünü, ferahını açası yeniliklere meyilli olmalıdırlar imkan dahilinde. Boşanmanın səbəblərindən biri, belki de bu gülməli gələr, ama təcrübədən deyirəm, yani dinlediğim adamlardan görmüşəm və bu da əsas səbəblərdəndir. Evdə şəriklərin ikisindən birinin davamlı qaş, qabaq, burun, damaq durmasıdır. Gülmür. Bütün günü süfət qaşlar sallanıb ağzının üstüne. Bir dəfə, 2 dəfə, 3 dəfə qardaş. Adam evinin içində əgər təbəssüm görməyəcəksə, gülməyəcəksə, təbii ki, bu sənin canını sıxacaq. Mesela kişi gəlsin evə, arvad qaş, qabaq, burun, damaqda danışmır. Sən de kişi qaçıb gedəcək evdən. Tamam. Eyni zamanda da mesela kişi eşdə gülsün, desin gülsün. Eve gelende de biraz loru dəyəcəm, it sifəti olsun. Ne olası bu? Arvad bunun yanında huzur tapa bilməz ki. Ondan sonra boşanmanın səbəblərindən müqayəsənin şəriklər arasında olması. Mesela kişi arvadını başkaları ilə müqayisə edir. Ay filan belədir, filan belə davamlı. Bu qadının ürəyini sındırar, könlünü qırar və sənə qarşı soyudar. Həmçinin bu şey keçərlidir. Kişilərdə mesela qadın sürekli filan arvadına belə baxır, filan arvadına bunu alır, başka kişilərlə müqayisə edərək kişisini öydə kiçik düşürməsi. Bu da kişini arvaddan soyudur və evdən qaçırır. Və səbəblərdən həmçinin boşanmaların səbəblərindən bu teleseriallar, sosial şəbəkələr, TikTok, Instagram, o bu. Çünkü xəyanətlərin birçokların başlanğıcı bu da olur. Bu şeylərə diqqət eləyin, əziz qardaşlar, əziz bacılar. Bu şeylərə diqqət eləyin, bu şeyləri ortadan qaldırın. Ailənizin həyat tərzinin necə gözəl keçəcəyini görəcəksiniz. Esselamu Aleyküm və Rahmetullah.